Həlimin Nasirin Yansurini çağırışı edən Aytən İbrahimovanın ailəsi ciddi çətinliklərlə üz-üzədir. 6 aydan artıqdır ki, xanımların həbsdə saxlanılması yalnız onların azadlığını deyil, bütöv ailələrin həyatını əlindən alır. Bu, təkcə bir həbs məsələsi deyil, anaların övladlarından zorla ayrılması, uşaqların isə valideynsiz böyüməyə məcbur qalması deməkdir. Anasız qalan hər uşaq evdə səssiz bir boşluqla, qəlbində isə sağalmayan bir yara ilə yaşayır. Aytən İbrahimovanın övladları da bu ağrının içindədir. Polisin Aytən xanımın evində vəhşicəsinə apardığı axtarış onun övladının dünyasını alt-üst edib. Qorxu onun yaddaşında həkk olunub. O artıq əvvəlki kimi deyil, insanlardan çəkinir, ünsiyyətdən qaçır, yalnız atasının yanında özünü nisbətən güvənli hiss edir. Bir uşağın gözündəki qorxu əslində cəmiyyətin vicdanına ünvanlanmış sualdır. Biz buna nə qədər susacağıq? Aytən xanım həbsdə olduğu üçün həyat yoldaşı həm ana, həm də ata olmağa məcburdur. O, işləyə bilmir, çünki uşaqlarını tək qoya bilmir. Evdə həm mənəvi ağırlıq, həm də maddi sıxıntı günbəgün artır. Bu ailə yalnız ədalətsizliyin deyil, laqeydliyin də yükünü daşıyır. Bugün məsələ təkcə bir ailənin problemi deyil. Bu, haqla batilin, ədalətlə zülmün qarşı-qarşıya gəldiyi bir məqamdır. Belə anlarda susmaq tərəfsiz qalmaq deyil, susmaq zülmün uzanmasına imkan verməkdir. Aytən xanımın ailəsinə maddi dəstək olmaq bir yardımdan daha artıqdır. Bu, insanlığın tərəfində dayanmaqdır. Bu, vicdanın səsini boğmamaqdır. Bu, haqqın yanında olduğumuzu açıq şəkildə bəyan etməkdir. Əgər bugün biz onların yanında olsaq, sabah övladlarımızın üzünə də rahat baxa bilərik. Çünki ədalət yalnız sözlə deyil, mövqe ilə yaşayır.